Samegrolo, Yuxarı Svaneti və Zuqdidi polisinin birgə həyata keçirdiyi əməliyyat axtarış və istintaq tədbirləri nəticəsində 1975-ci il təvəllüdlü qırşı böyük miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması və satışına kömək etmək ittihamı ilə saxlanılıb. Cinayət Məcəlləsinin müvafiq maddəsinə görə bu qanun pozuntusu 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. İstintaq zamanı hüquq mühafizə orqanları təqsirləndilənin evinə, üzərinə və avtomobilinə baxış keçirib. Satış məqsədi ilə gizlədilmiş ümumilikdə 20 bağlamada qablaşdırılmış metodun maddi sübut kimi götürülüb. Həmçinin elektron tərəzi və narkotik satışında əldə olunduğu güman edilən pul vəsaiti də ələ keçirilib. Faktla bağlı araşdırma aparılır. Gürcüstan Daxili İşlər Nazirliyinin baş müfəttişliyi, baş prokurorluqla birgə həyata keçirilən istintaq və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitəni qanunsuz əldə edib saxlamaqda təqsirləndirilən 1978-ci il təvəllüdlü tığını saxlayıb. Cinayət sübuta yetiriləcəyi halda 8 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. İstintaq zamanı müəyyən edilib ki, Daxili İşlər Nazirliyinin sərhəd polisi quru sərhədlərin mühafizəsi departamentinin əməkdaşı olan tığı narkotik maddələri qanunsuz əldə edərək avtomobilində gizlədib. Polis onun avtomobilinə baxış zamanı narkotik maddələri maddi sübut kimi götürüb. Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 2-ci hissəsi üzrə aparılır. Acarıstan polisi aparılan əməliyyat axtarış və istintaq tədbirləri nəticəsində 1995-ci il təvəllüdlü və əvvəllər məhkum olunmuş KT-ni əvvəlcədən bilə-bilə yeniyetmə qıza qarşı təcavüz etməkdə şübhəli şəxs qismində saxlayıb. Təqsiri sübuta yetirilərsə, bu cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. İstintaqla müəyyən edilib ki, KT az yaşlı qıza qarşı seksual xarakterli cinayət törədib. Aparılmış əməliyyat və istintaq tədbirləri nəticəsində polis KT-ni cinayətdən dərhal sonra şübhəli şəxs qismində saxlayıb. Faktla bağlı araşdırma aparılır.